Salam aleyküm, xoş gördük. Mən istəyirəm burada bir tədad dostları çağıram, sizlərdən də xahiş edeyim çağırın. Salam əziz dostlar, xoş gördük. Mən bir tədad dostları çağırdım, gəlsinlər. Umaram ki, gəlsinlər. Çünki bunlar qələm əllərində var, yazırlar. Və İradda çoxdur mütəəssifanə. Ona görə çox istərəm ki, olunsun. Bu günləri Azərbaycan Milli Fəallar üçün jurnalism dərsinin 12-ci bölümün 12-ci cəlsəsini başlayırıq. Birinci bölümdə teori bölümü olacaq və müntəqid jurnalismdən danışacağıq. Deyəcəyik ki, intiqad nədir, müntəqid jurnalist nə iş görür. Ərz edeyim ki, əgər yadınızda olsa, jurnalismi böldük, dedik ki, biz bundan bu yüzden çox intiqadi jurnalismdə danışacağıq, amma jurnalism mühafizəkardır, müntəqiddir və inqilabidir. Ya devrimci. Mən indi keçən həftə əgər yadınızda olsa, yəni keçən cələsə dedim, şeydən danışdıq. Mühəndisliyi, əfkarı ümumi. Nə cür insanların ya camiənin, zehnin mühəndislik eliri, jurnalism və yazarlar. Bu günləri onu intiqad bölümünə keçəcəyik, intiqad danışacağıq. Jurnalismin işi eyni roman yazana kimi, şeir yazana kimi, yəni şair, roman yazan, ondan sonra hikayə yazan, hər kəs ki yazmaqla ya fikirlə bir işi var, bu hətta fəlsəfə, bunlar millətin içində yaşırlar.
və keçən dəfə dedim, hünər bərayı hünər, ya hünər üçündür, incə sənət fəqət incə sənətlıq üçündür. Belə bir şeyin məfhumu çox fantezi bir şeydir və o qədər ciddi tutulmur. Əlbəttə vardır, demirəm yoxdur, bir də insanlar o cür bir hünərlərdən də ləzzət aparırlar, üçün iqtisada çevrilibdir. Amma hünər, vaqiət budur ki, bir camiənin hərəkətinin bir göstəricisidir. Göstərir ki, camiə durubdur ya hərəkət edir. Hər halda biz inqilabidən danışırıq, bunların hamısında çalışacağıq ki, deyək, inqilabi baxış nə cürdür? Millətin içində yaşamaq jurnalistin ya yazarın birinci işidir, şairin birinci işidir, filsufun birinci işidir. İkincisi, hamı gündə dolanır xiyabanları, otobusda, minibusda, taksida, piyada, qonaqlıqda, mədrəsədə, danışqahda, bazarda, tükanda, hər yerdə adamlar bir-birlərini görürlər, eşidirlər səsləri. Amma bir yazar və bir jurnalist qulaqları hər şeyi eşitməyə məcburdur. Çünki hər şey bu adama xəbərdir. Bu, dövləti xəbərlərin, bilir ki, dövləti xəbərlər sansur olmuşlar, propagandadılar və onlar bir hədəf üçün dövlət tərəfindən yayılırlar. Normalda milləti tovlamaq üçündür. Bilir ki, bahlar, ərteş, polis, ittilaat məmulən o xəbərlərin içinə əl aparıblar, sansur eləyiblər. O şeyləri ki, öz mənfəətləri üçündür, onu saxlayıblar. O şeyləri ki, istəyirlər millətə deyərlər ki, millət onlara etimad eləsin. Orasını verirlər. Amma jurnalist camiədə adamların içində dolanır, banca gedir, polisə gedir, hər yerə gedir, qulağı açıqdır görsün ki, nələr geçir. Gözü açıqdır görsün, nələr geçir. Dili bağlıdır əlbəttə. Bəli, bu hər şeyi fərqli görür, fərqli qulaq asır. O şeyləri eşidir ki, məmuli adamlar onu eşitmirlər. Ya onu yaşırlar, amma dilə gətirmirlər. Məsələn, hamı rüşvətinə müxalif edir, amma hamıdan rüşvət verir. Bir dənə jurnalist bir idarəyə gedəndə gözü, qulağı bunun dalısındadır ki, nə cür bunu kəşf eləyim? Yol axtarır daimən ki, mən burada kim yiyir rüşvəni, kim alır, nə cür alırlar, nə cür verirlər? Ya məsələn, dadgahda qazilər hamı bilir rüşvət alır, amma heç kəs sabit edə bilməz. O bir dənə jurnalistin işidir ki, özün sala bir məsələ, bir bərnamə tökə ki, o bərnamə ilə aça. Nə cür bir dənə qazi dadgahda rüşvət alır? Nə cür bir dənə hökmü çevirirlər? Nə cür bir dənə adam iki günahı yoxdur? Bir dənə günahkarın yarına edam olunur. O iki edama məhkum olub, o azad olur, adını dəyişdirir, sizillisini dəyişdirir, gedir bir ayrı yaşama, əslində İrandan çıxır. Bəli, o iki günahı yoxdur, adamı yoxdur, sahabı yoxdur, o da edam olur və heç kəs bunu bilmir. Bu, bir dənə jurnalistin işidir. Buna qərb dünyasında araşdırmacı jurnalizm ya research jurnalizm, hətta bəzən polisdə o karagah var ha, farsça karagah deyirlər. O jurnalizm deyirlər adına. Və bu jurnalizmin Amerikada, Kanadada, Avropada çox tərəfdarı var. Çünki bunlar daimən bir polis məmuru kimi, polis məmurundan da daha ciddi bir dənə məsələni axtarırlar, o xəbər eləmirlər onu. O yığılır, olur bir dənə dastan. Bir dənə müstənəd film ya bir dənə müstənəd kitab. Ərz edim xidmətinizə, bu fərqli görməkdir və fərqli eşitmək jurnalistə bir detektiv, bir axtarıcı, bir baxış verir. O baxışın üstündə bu insan eləyə bilir, kəşf eləsin. Daimən şəkk ilə baxır. Tamami xəbərlərə şəkk ilə baxır. Hər yerdə deyir ki, burada fəsad ola bilər. Bu fəsadı nə cür kəşf eləyəcəm? Məsələn, bir zaman biz istəyirdik görək ki, Ruznamə-i Səlamda istəyirdik görək ki, dilənçilər xiyabanlarda, yolçu deyirlər Təbrizdə, dilənçilər xiyabanlarda gündə nə qədər qazanırlar? Bunlar məsələn bir mafiyadır ya yox?
nə cür işləyirlər, harada işləyirlər, bunların məsələn uşaqları nə cür tapırlar, nə cür arvadları işlədirlər, bunları əgər mafiyadır nə şəkildə işləyir. Məsələn, qərar oldu ki, mən özümü girim eləyəm və bir dana yolçu kimi gedəm xiyabanda, duram və görək ki, nə olur. Mütəəssifانه bu quzarışı heç vaxt işləyə bilmədik. Çünki son ləhzədə eşitdik ki, əgər kəşf eləsələr ki, mən jurnalist şeyəm, doğru bir dilənçi deyirəm, öldürəcəklər. Onun üçün bunu qabağını aldıq. Amma bir yolu axtarmaq budur. Yəni gedəcəksən o şeyin içinə, gedəcəksən onun dibinə. Məsələn biz o zaman ki İranda hələ xəbər gəlməmişdi ki, AIDS vardı. Ruznamə-i Səlamda mən axtardım, tapdım ki, AIDS vardı. Ağızdan ağıza gəlirdi o zaman, hələ mətbuata gəlməmişdi. Axtardım, tapdım ki, Təbrizin, Tehranın Xumeyni bimaristانında bir AIDS mərizi var, bir AIDS şeyi var, bölümü var. Getdim məsələn orada AIDS xəstəsini tapdım. Onun yanında bir 6-7 gün mən gündə gedirdim onun yanına və sonra da irgəndim, yəni beləsi deyim, eləyə bilmədim, davam verəm. Həm də ki, işimiz gərək gedəydi. Mən bir nəfərlə ömrümü tələf eləyəndə hüquq almıram, gərək yazı əsasında alırdım. Onun üçün məcbur oldum ki, olub. Amma o zaman birinci İrandan rəsmi reportaj xəbər işi çıxdı, reportaj quzarış anlamında. Quzarış işi çıxdı mənimki idi və 2 gün Radio BBC onun üstündə danışdı. Çoxlu budursa, ya məsələn Təbrizin suyunda vəbai eltor var idi, məcbur oldum məsələn tamam quyuların başını açdıq, baxdıq, qənovlarına baxdıq, o kanallar içi su gəlirdi, onlara baxdıq. Hətta o 2 dənə məxzən ki vardı Şah Gölü yolunda, onların içinə düşdüm, getdim içəriyə. Onların içində nə qədər lığ var, palçıq var, onları götürdük, onların metrajınadan, santimetrinəcən yazdıq, suyun durumundan yazdıq, idarələrin rəftarından yazdıq, məvaddır ki, suya vururlar, bunlardan yazdıq və. Buna şey deyirlər, təhqiqi jurnalizm deyirlər və bunun da çox tərəfdarı vardı. Nəhayətdə fərqli görsən, fərqli axtarsan, fərqli eşitsən, fərqli yazacaqsan. Onda heç bir yazar sənə tay yazmayacaq. Bilirik ki, hər kəsin ağzından çıxan cümlələr, hətta türkü cümlələr, kəlmələri ki, bir-birinin dibinə qururuq, qoyuruq, elirik bir cümlə, o adamın imzasıdır. Necə bizim barmağımızın başında bu fingerprintlər, barmaq izləri dünyada münhəssirdir, bir dənədir, 2 dənə deyil. Necə bizim gözümüz dünyada bir dənədir, 2 dənədir. Necə bizim DNA-imiz dünyada bir dənədir, 2 dənə deyil. Necə mənim üzüm bəlkə dünyada bir dənə, 2 dənə olar, çox olmaz, yəni münhəssir və fərd şeylər var insanda. Cümlələri də ki qurursuz, kəlmələri ki qurursuz bir-birinə yazırsınız, danışırsınız, o da münhəssirdir. Növ danışmağınız da, tonunuz da münhəssir bir fərdidir və cümlələri ki kitab kimi ya ruznamə kimi yazırsınız, ehtiyacı yoxdur adınızı yazasınız. Əgər sizi 2 dənə həmkarınız tanısa, sizin cümlələrinizi oxumaqla biləcək ki, bu cümləni siz demişsiniz ya ayrısı deyil. Hətta əgər ayrı adına yazasınız. Çünki hər adamın zehniyyəti və təcrübəsi və təhsilatı və girayişi siyasi ya dinisi ona bir kəlmələri təhmil edir. O kəlmələri normalda işlədər ki, öz şəxsiyyətinə, öz təcrübəsinə, öz elminə, öz istəyinə, öz fikrinə bağlıdır. Və bu kəlmələr məhduddur. Bunun üçün bunun cümləsi həmişə daimən fərqli olacaqdır. İlla bu iki məsələn gələ inanmadığı bir şeyləri yaza ki, onda da məsnuluğu bilinər, əslən baxsılar adam görərlər ki, bu adam onu yazmır. Məsələn, mən reklam heç vaxt işləməmişəm ömrümdə, heç vaxt. Çox çətin günlər qalmışam, amma işləməmişəm. Bəli, əgər bir gün reklam işləsəm, hamı biləcək ki, bu mən deyirəm. Mənim adıma reklam çıxsa, mən deyirəm. Bir də jurnalist insan, bir dənə mühəqqiq kimidir. Utanmaz bir.
O şeydən ki, millətin içində o işi görsən, ya onu ələni desən, insandan uzaqlaşarlar, bu jurnalist ona cəsarət elər. Jurnalistin işi o yerə girməkdir ki, məmuli insanlar girmirlər, ya dövlət istəmir insanlar ora girsinlər. Məsələn, dedim, rüşvəti tapmaq, oğrulu tapmaq, ifşa eləmək hər şeyi. Nə adi millət küçə bazarda istərlər belə bir şeyə girərlər, nə də iş bu adama deyirlər fuzuldur. Amma bir dənə jurnalistdir ki, fərqli baxır bunları axtarmaqla. Onun üçün də camiənin tamami mərislilikləri, yəni sistemi dövlətindən kənarda, millətin də içində olan mərislilikləri axtarıb bir-bir kökün tapmaq, onu yazmaq bir cəsarət istəyir. Çünki mərislilikləri tapmasan ki, hardan mərislilik çıxır, hardan bir belə fəhşat çıxır, hardan bir belə münkərat çıxır, nə bilim, hardan bir belə pis şeylər çıxır, cinayətlər, məvaddım xəttir çıxır, dərman eləyə bilməsən. Gərək dana-dana bunların üçün. Və təhqiqdə həmişə böyük götürməzlər. Təhqiqdə, məsələn, əvəzin ki, deyələr, məsələn, insanın müşkülü nədir? Təhqiqə görə mən, əgər yadım, bir şeyləri danışacağım, əlbəttə. Amma burada geçməyim ora, geçsəm çox qalacağım. Pəs, jurnalistin işi bir mühəqqiq kimi çox cüz'i məsələnin içinə girməkdir. Məsələn, bir dənə misal vurum, tüm misal görürəm, vurmasam olmayacaq. Deyirik ki, insanın müşkülü nədir? Hangi insandan danışırıq? Pullu insan, pulsuz insan. Dinli, dinsiz. Müsəlman, qeyri-müsəlman. Allaha inananlar, Allaha inanmayanlar. Ondan sonra gəlir Afrikalı, Asiyalı, Avropalı, Amerikalı, Mediterranealı, haralı, hangi insan? Avustraliyalı, qutbulu, hangi insandan danışırıq? Hangi rəhli insandan danışırıq? Qərələrdən danışırıq, ağlardan danışırıq, sarılardan danışırıq, qırmızılardan danışırıq, mix olan, qatışmış rəhlərdən danışırıq. Kişidən danışırıq, erkəkdən danışırıq, qocalardan danışırıq, cavanlardan danışırıq, uşaqlardan danışırıq, mədrəsəyə gedənlərdən danışırıq, danışqaha gedənlərdən danışırıq, ərə gedənlərdən danışırıq, nişanlılardan danışırıq. Mərizlərdən danışırıq, əlillərdən danışırıq, salimlərdən danışırıq, qaçanlardan, sporçulardan, vərzişçilərdən danışırıq, dağa çıxanlardan danışırıq, yoxsa ilməhs alanlardan danışırıq. Yəni, kimlə danışırıq? Bizim bu təhqiqimiz, görürsünüz, çox böyükdür. Gərək bunu yığışdıraq, gətirək. Məsələn, deyək ki, mən Azərbaycanda 18 yaşla 25 yaş arasında Ərdəbil şəhərinin filan məhəlləsində oğlanların və qızların üstündə təhqiq eləyəcəm. Onu da bu saatla bu saatın arasında gördüğüm, ya bu evlərə müraciət elədiyim. Məsələn, deyir ki, mən hər plaki ki, onun nömrəsi cüt ola, ona başvuracağım. Hər evin ki, plaki qapı nömrəsi tək ola, ona başvurmayacaq. Görürsünüz, gedir üzdən ora. Hər evi ki, onun uşaqları, dədənənənin savadı. Lisansıdan üstü ola, başvurmayacaq. Çünki mən istəyirəm, məsələn, lisansından aşağı olan ailələrdə bu uşaqlar ki, 18-lə 24-25 yaş arasında onu təhqiq eləyəm. Hangi uşağı ki bu məqtədə, yəni hangi cavan ki bu məqtədə dərs oxumur, onu axtaracağım. Görüm işləri nədir? Ya bu sinnidə ərə getməyənləri axtaracağım. Görürsünüz, cıqqıllaşır. Bu sinnidə, o məhəllədə ərə getməyənlər, yəni qızların, onlar ki ərə getməyiblər. Onların da hər məsələsini axtarmayacağım ki, görün bunlar, məsələn, malisi nəcürdür, işi nəcürdür, başı nəcürdür, rəngi nəcürdür filan. Yox, istəyirəm görüm ki, niyə ərə getməyibdir? Oğlanları çıxdıq, tamam müşküllərini çıxdıq, fəqət niyə ərə getməyib təhqiq eləyəcəyik? Görürsünüz, bunun üçün jurnalist fərqli görür, bir dənə mühəqqiqdir əslində. Çox gözü açıq gərək olsun, fərqli görsün, fərqli eşitsin və fərqli yazsın. Elə buradan olur ki,
Camiəni hərəkətə gətirir bu adam. Çünki hər şeyi fərqli görür, hər şeyi fərqli yazır. İnsanlar fərqli düşünməyə, bunun oxucuları, ya eşidiciləri, ya görücüləri bunu fərqli düşünməyə başlayırlar. Çünki bu adam özü fərqli düşünməyi zehnində qurdu. Bu fərqli düşünməyi mod kimi apardı, verdi o birisilərə. Qulaq asanlarına, görənlərinə, görücülərinə, oxuyanlarına. İndi ya 100 ildən sonra, fərq eləməz, 10.000 ildən sonra. Çünki bu adamın yazısı qalacaq. İntiqad. Buradan intiqad başlanır. Yəni görürsünüz, fərqli görəndə intiqad olur. Çünki mən onlarla fərqli görünüm, soruşuram, niyə o cürdür? Məsələn, mən olsam deyərəm ki, Azərbaycanda, məsələn, Təbrizdə öz məhəlləmi deyim, Qərağaçda, Baharla Qərağac arasında, ya Höhmavar məhəlləsində ailə, yəni dədə, nənə, bacı, qardaş niyə qızların satırlar? Vaqiyyət budur ki, Azərbaycanda heç kəs qızını satmır. Bu bir vaqiyyət. Amma bu dildə satmır. Yəni deyəndə ki, qızını satırsan, yox, belə tohin eləmə. Amma o zaman ki, gəlir deyir ki, mən qızımın gərək kəbini 1395 dana Sikki Bəhar Azadı ola, yaxşı getdi ticarət üstünə. Nəyi satır? Qızın satır. Kimə satır? Oğlana. Nə üçün satır? Deyir ki, mən qızımı verirəm, sən bundan seks eləyəsən, mən bunu satıram. Bir var belə baxasan, bir var o cür baxasan ki, yox, xanəvadə müqəddəsdir filan, yaxçı, qutardı getdi da. Yəni orada da sən xanəvadəni nəqd eləməyəcəksən. Orada deməyəcəksən ki, bu qız niyə evlənir bu adamla? Burada eşq var ya sikkəni istir. Burada istir yaşasın ya istir pul alsın. Burada nə müddət yaşamağı düşünür? Gedirsən o məhəllədə, məsələn, 100 dana, 200 dana qızla danışırsan ki, ərə getməyibdir. 100 dana, 200 dana da xanımla danışırsan ki, məsələn, danışırsan ki, bir ildir, 2 ildir, 3 ildir ərə gedibdir. Burada görürsən ki, bunların zehniyyətlərində hangisi var, nə cürdür? Sonra gəlirsən, deyirsən, bizim uşaqlarımız, məsələn, mən tanıdığım, indi elə dediyim məhəllədə 100 dana qız, oğlan iki evləniblər, 70'i boşanıblar, 3 ilin içində, 5 ilin içində. Qız ayağın soxubdur 2 başmağa ki, sən gərək mənim kəbinimi verəsən. Nə, satmırdılar qızı. Axı, indi qız pulunu istir. Mən bir nəfərin üçün hesapladım. 3 il ər-arvad olublar. 3 il ər-arvad olublar. 1000 neçə yüz sikkə. Hər sikkə 1.200.000-300.000. Bunu çarpın 1000, məsələn, nə bilim, 1300 məsələn 65'ə. Çünki qız 1365'də doğulubdur. Ya 1370'də doğulubdur. İndi hesaplarsan görürsən ki 3 ildir, 1000 gün bunlar bir-birində yaşayıblar. 1000'dən 1050 gün, 60 gün belə bu qədər bir-birinə yaşayıblar. 1100 gün deyək məsələn. 1000 elə 50-60 gün olur, çox olmur nəzərimə. Hesaplarsan görürsən 500 milyon tümən yap azı ha. 1 milyondan hesaplayanda bir dənə uzun görürsünüz ki 1 milyon tümən adam kəbini istir. Deyirsən, sən bundan nə qədər yaşamısan? 1000 gün. Gecəsi 100.000 tümən. Başın gecəsi 100 milyon tümən. Nə xəbərdir? Bu qədər də baha satarlar. İnsanı beləsi satarlar. Gəlirsən bunu nəqd edirsən. Qız düşünür ki, mən əgər aşiqəm birinə, eşq üçün yaşayacağam, aşiq deyirəm özümü satmayacağam. Amma biz camiəmizi nəqd eləyəmirik, deyirik ki, şey bahadır. Gərək biz nəqd eləyək camiə ayılsın. Biz fərqli görək, camiə fərqli görsün.
İntiqad buradan başladı. İntiqad ki başlandı, camiədə eşidənlərin, görənlərin, oxuyanların zehnində hərəkət başlanır. Düşünmə fərqliliyi başlanır. Fərqli düşünür, fərqli görür. İndi İntiqad budur ki, ya Azərbaycanda qızları satmazlar. İnsafəli yalan deyir. Ya intiqad budur ki, gələk yox. Azərbaycanın bu barədə, evlənmək barədə fikri %100 iştibahdır. Hardan gəlir mən bilmirəm. Kökü nədir onu bilmirəm. Bax, İslamdan gəlir, işim yox. Ərəblərdən gəlir, işim yox. İran tarixindən gəlir, işim yox. Türk tarixindən gəlir, işim yox. Amma bu günləri mənim camiəm bu mövzəl ilə yaşır. Mən bir кейsi danışırdım. Nişanlı idilər. Oğlanla qız öpüşmüşdülər. Yəni bu rahatlıqda. Hətta bu üçün mən bizlər eləyə bilmirik rahatca televizyonda, radioda, yazılarımızda deyək ki, adam adamla öpüşər. İntiqad, yəni bu qədər şey olubdur ki, insanlar, vaqiiyyət budur. Baxın, diqqət buyurun. Biz camiəmizdə sünnətlərimiz o qədər kəcdir, o qədər əyridir ki, inanmırıq yəni. İnsanlar necə ki evlənməyiblər, qaidətən gərək çox bir rabitələri olmuyor. Qaidətən. Qədim də belə idi. Elə ki evləndilər, evlənən günlərindən bir neçə gün qabaqdan, neçə ay qabaqdan, ay bala bunlar evlənirlər. Yəni tamam şəhər, famillər, uzaqda, yaxında qızın və oğlanın tərəfləri bilsinlər ki, tanıyanları bilsinlər ki, bunlar istəyirlər evlənərlər. Kiminlə? Həsənin Məsumə xanım evlənəcəklər. Tamam, Allah xeyir versin. Sonra bunlara bir toy tuturuq. Sonra bunları göndəririk gerdək otağına. Sonra da oradan hər nə çıxır. Sabahısından görürsünüz ki, dədə, nənə, bu qoymurlar bu oğlanla qız öpüşsünlər. Dururlar bunların qabağında. Baba, dünənləri bunları çağırdı, Samiyə görsətdiniz ki, bunlar evləndilər, bir-birlərinə ər-arvad oldular, bunlar bir-birlərinindir. Bu bir dana sünnət olur, bir dana şey olur, girir camiənin içine, camiədə insanlar ər-arvad rabitə quramırlar. Çünki pis görünür. Bizim haqqımız var, qaçaq işlər görək. Qızlı oğlanlı fərq eləmir. Kişili arvaddır. Hamımız qaçaq. Ailədən eşiyə bir iş görməklərə həyəcanlıyıq. Amma ailədə həman işi görmürük. Uşağımızın yanında arvadımızın yanında uşağımızı öpürük. Bir məsnui bir ədəb. O halda ki, bu xanımla bu oğlan əgər vaqən satılmırlar, alınmırlar bir-birlərini cərh eləyə bilərlər ki, rahatca zindecanlıq eləyərlər, dədənənə də qəbul eləyibdir ki, bunlar evləniblər, ər-arvadlar aşiqdirlər. Və onda bir zamanda bir işi oldu ki, ayrılırlar. Onda da yenə də ruznaməngarın işi budur. Dəlaili ki, bunlar ayrılırlar nədir? Amma indi adamlar görürsünüz ki, vaqəən puldan ötürüdür. Bizdə bunları nəqd eləmirik. Məvaddu müxəddir də bu cürdür. Fəhşə də bu cürdür. Qətl-i qarət də bu cürdür. Bunların hamısında biz mütəəssifanə belə bir iş görürük. İcazə verin, mən bunu bağlayayım, bu telefonu. Sonra danışarıq. İntiqad. İntiqad virangərdir. Camiənin xoşuna gəlməyən bir sözdür ittifaqən. Çünki necə bəzən intiqad edirsən rəisə, məsələn, siz mənə intiqad edirsəniz, mümkündür mən nayrıhan olmam. Mümkündür deyirəm, buna görə ki, fikir edirəm, nayrıhan olmaram. Sevinərəm. Amma bəlkə də birdən 50 nəfər dalbadal intiqad eləsə, qışqıram, dav eləyəm. Çünki oranı hələ bilmirəm. Çünki hamı tərif olmağı sevər. İntiqad demək deyil ki, sənin qaşların nə qəşək qalindir, gözlərin nə qəşək rəhlidir, burnun nə qəşək cıqqılıdır, ağzın nə qəşək qunçədir. Bunlar şey deyil, bunlar intiqad deyil. İntiqad budur ki, deyəcəksən, sən niyə keçəlsən? Sən niyə eynəyin var? Sən niyə düşüncən belədir? Şəxsidən çıxıq eşiyə. Sən niyə filan şeyi belə düşünürsən? Getdi intiqada.
Buruna etiraz eləmək olmaz. İnsaf əlinin burnu yekədir. Yekədir də neyniyim də bu mənim əlimdə dəyər şey. Gözümə də intiqad eləmək olmaz. Keçəlliyinə də intiqad eləmək olmaz. Keçələm də bunun bir ayrı bir yolu yoxdur. Amma fikrinə intiqad eləmək olar. Rəftarıma intiqad eləmək olar. İntiqad normalda gərək virancər olar. Yıxıcı olar. Xüsusən fikir məsələsində. Heç kəsin haqqı yoxdur ailə məsələsində. İnsanların şəxsi rabitələrində bir ayrı insanla şəxsi rabitələr. Mən biri ilə öpüşürəm, ya öpüşmürəm. Onun heç kəsi rəbti yoxdur, hətta arvadıma cür olsa. Çünki o mənim şəxsi məsələmdir. Və əgər Kanadada, Amerikada, əgər bir nəfər mən biri ilə öpüşəm, ondan bir əks sala qoya bir yerə, 4 milyon dolar dadgahdan gərək cərimə versin. Dadgah çox rahatçılıqla deyəcək bunu verir. Çünki qanundur. Çünki sən mənim şəxsi hövzəmə girənməsən. Hətta bəzən görürsün, bəzi arvadlar ya bəzi kişilər burada məsələn şey axtarırlar, adamlar kirayə edirlər ki, axtar mənim ərimdən ya arvadımdan gör kimlə gedir, gəlir, əksal gətir. O əksləri heç vaxt müntəşir eləmək olmaz, eləməzlər. Sadəcə dadgahda sənəd olaraq dadgaha verirlər ki, mən bu əkslərin əsasında arvadımdan istəyirəm ayrılam, ya kişimdən istəyirəm ayrılam, çünki bu adam budur, belədir. Bu xəyanət eləyibdir. Dadgah baxar, əksi adam sahabına görsədər, əks sahabına görsədər, bu sənsən. Adam desə ki, mənəm, qəbul olar. Adam desə, yox, bu mən deyirəm, mənə bənzəyən bir adamdır, qutardı, getdi. Biz şəxsi məsələlərdə intiqada girməməliyik. Bizə rəbti yoxdur, birinin birinə seksi var ya yoxdur. Amma gedirik fikrinə, camiə ilə ilgidə, böyük camiə ilə ilgidə, orada fərqi var. Ora bizim intiqad alanımızdır. Biz gərək intiqadı rəsmiyyətə tanıyaq və intiqadı qəbul eləyək. Əvvəl özümüzü nəqd eləyək, sonra icazə verək özgələr bizi nəqd eləsin, sonra da özgələri başlayaq nəqd eləməyə. Yəni bu qədər gərək özümüzü larc eləyək, böyüklədək, genişlədək, dağarcığımız yekə olsun. Öz gözümüzdə dirəyi görək, özgənin gözündə tük axtaraq. O zaman ki, öz gözümüzdə tükü görmürük, haqqımız yoxdur özgənin gözündə tük axtaraq. Pəs biz rəhimsiz intiqad eləyəcəyik. Özümüzdən intiqad eləmək bir dənə hünərdir. Özgələrdən də intiqad eləmək tohinsiz bir hünərdir. Dünənləri mən dostlarım, bir ermənilər məsələsində bir yazı yazmışdım, bir qıssa bir əks qoymuşdum, onun da altına bir cümlə yazmışdım. Əslində sözüm hüquqi şəhribəndi ya vətəndaşlıq haqları məsələsini gətirmişdim ortaya ki, ermənilər Azərbaycanda türk erməni var. Ola bilər ki, erməni bir millət adı olsun, türk olmasın. Ola bilər ki, din adı olsun. Mən din adı bilirdim şəxsən. Dostlar dedilər ki, bu bir nəcad adıdır, o nəcad adıdır eyni halda. Ya əslində nəcad adıdır, din adı deyil. Amma mən din adı bilirdim. Bilirəm də, onu yazmışdım, türk ermənilər, Azərbaycanın türk erməniləri. Azərbaycan, yəni onlar vətəndaşımızdırlar. İndi deyək ki, dostların bəzisi çox haqqlı intiqadları var idi. Amma biri də adam götürüblər, ermənilərə tohin ediblər. Bunlar heyvandılar, heyvandan əşyadılar. Bu intiqad deyil. Bu nə intiqaddır, nə roşən fikirlikdir, nə siyasət mədarlıqdır, nə Azərbaycançılıqdır. Bu heç deyil. Bu sadəcə Azərbaycanlılıqla düşmənçilik eləməkdir. Əgər birinin savadı yoxdur, siyasəti bilmir, dağarcığı, lüğət dağarcığı, söz dağarcığı çiçikdir, tamam, ondan bu intizar yoxdur. Amma biri əlinə qələm götürür, bir şey yazır, ondan intizar vardır ki, heç olmasa ədəbi gərək müraat edir. Çünki tohin intiqad deyil. Dostlarım biri yazıbdır, axirində yazıb, bağışlayın ki, mən tohin elədim, çünki ayrı söz tapanmadım. Yazma xo.
İntiqad eləmək bir fikirdən başlanar. Fikir sahibi olursuz intiqad edirsə, fikir sahibi olmasaz intiqad eləyə bilməzsiniz. Baxışınız fərqli olmasa əsla intiqad eləyəməzsiniz. Əvvəl gərək baxışımızı, zaviyeyi ki oradan baxırıq, o açı ki orada durmuşuq, baxırıq, onu dəyişdirək. Adamlarla fərqli görək, ta eləyə bilək fərqli bir yola girək. İntiqad nədir? Jurnalizmdə intiqad kəlmələrlə oynamaqdır. Cümləni, məsələn, deyək, cümlənin içində 8 kəlmə var, onları dəyişdirsən, yerlərin bir ayrı cür baxışı olacaqdır. Və bu, kəlmələrlə oynamaqdır. Biz fikrimizdə hər şeyi ki, biz ağzımıza gətiririk, ya deyirik, ya təsəvvür edirik, kəlmədirlər. Əlbəttə, biz bəzən əksi də təsəvvür eləyə bilirik. Amma siz istəyirsiniz, məşuqəsi zehninizə gətirəsiniz, əhsi gəlmir, adı gəlir. Sonra onun əgər yaxın zamanlarda görmüş olsanız, təsviri var zehninizdə, əgər yaxın zamanlarda görməsəz, təsviri yoxdur, adı var. Pəs biz kəlmələrlə hər şeyi düşünürük və kəlmələrlə anladırıq. Buradan olur ki, biz əfkar-ı ümumi ilə oynuruq. Jurnalistlər əfkar-ı ümumi əllərində mumdur. Əgər bunlar mühəndisliyi əfkarı dünən dedik da, əgər ümumi əfkar bir mum olsa, ki hər kəs onunla bizir oynur, jurnalistlər o adamlardılar, yazarlar o adamlardılar ki, bu mumu əllərində hər nə cür şikli ki istəyirlər onu verirlər. Bunda o adam müvəffəqdir ki, bir dənə məsələn deyək, ceyran şikli zehnində var. İstəyir bu əlindəki mumu o ceyran şiklində çıxasın, o ahuya çevirsin. Onun hər nə ki burada mumu oynadır, hədəf odur ki o ceyranı yaratsın. İdeal bir camiəni yaratsın. Bunun üçün biz mütaliə eləmək məcburiyyətindəyik. Biz daimən gərək mütaliə edirik. Daimən. Bizim ustadımız var, daimən deyər ki, hər ruznameniqar yatmamışdan qabaq heç olmasa gərək 10 səfər roman oxuya, 2 dənə şeir oxuya, şeir nov, qəzəl bunları oxuya, heç olmasa bir dənə şeir nov, bir dənə qəzəl oxuya, ondan sonra qıssa şeylər oxuya, tənz oxuya, filan oxuya, filan oxuya, filan oxuya, ta bu adam həm gündə ola, həm də ki, eləyə bilər bu kəlmələri ürgəşə zehnində saxlaya. Ərz edeyim, icazə buyurun, mən geçim o birisi səfəmə bu qismətdən. Çoxdan da başlamışıq. İndi, pəs bizim bir şeyimiz oldu, fikrimiz oldu. Fikrimiz əsasında taza fikirdir, taza baxışdır, intiqada başlayırıq. Və intiqadda da yıxmaq istəyirik. Niyə yıxırıq? Hədəfimiz intiqadda nədir? Bu mühümdür. Hədəfimiz bu deyil ki, bu adamı yıxaq yerə, yer deyək ki, bu adam ya çörək qazanmasın, ya işini əldən versin, ya filan olsun. Hədəfimiz budur ki, camiədə taza bir fikir yaradaq. Hətta o adamda taza bir fikir yaradaq. Dostlarım biri, mən türkü yazırdım, o zaman Təbrizdə olurdum, istirdim türkü yazam. Əgər iştibah eləməsəm, şeylə yazırdım, ərəb əlifbası ilə yazırdım. Bir dənə amar verirdim ki, iqtisadda ətin qiyməti filan zaman, şah zamanı buyurdu, inqilabda buyurdu, indi buyurdu, nə bilim filan bəhman. Məsələn, ətə yerində yazmışım, ət, yoxdur, bu dostlarım biri yazmışdı ki, bu atdır, ət deyilsən yazmışsan. Fikrim ərəb əlifbası deyildi, çünki şey əlifbası idi, latin əlifbası idi məsələn. Bizdə İranda A-ların hamısını eynən yazarıq, birinci hərfinə yazarıq. Onu mən yazmışdım, ət. Bu adam dedi, bu at yazmışsan, sən atın əti. İranda at əti yeyilməz. Tamam. Mən örgəşdim ki, orada, bu adam bir dənə bu cümləni yazmış, tohin eləməmişdi. Mən burada örgəşdim ki, türküdə səslərin fərqi olduğu üçün, əlifbasının da gərək fərqi ola, onu yaza biləsən. İndi İstanbul türkçəsi ilə Azərbaycan türkçəsini yazmaq olmaz çox yerdə. Çünki əyi ilə neyi ikisi bir cür yazılır şeydə, İstanbulda. Bizimkində fərqli yazılır.
Azərbaycan əlifbası bizim dərdimizi deyər. Çünki orada ə-lə e-nin arasında səs fərqləri, əlamə fərqlidir, görsənir. İntiqad normalda budur ki, insanlar bir mərhələdən bir ayrı mərhələyə geçsinlər. Yıxmaq üçün deyil, abrılarını aparmaq üçün deyil, besavat göstərmək üçün deyil. Bundan ötürü ki, bir eyb geçsin, yerinə yaxçılıq olsun. Məsələn, bir dəqiqəcəndə bunu, 40 saniyəcən bunu qutarım. Ayna dünyada ən yaxçı müntəqiddir. Ayna. Çünki hər kəs bunu götürür gündə, baxır ki, görüm başımın tüklərini düz qoymuşam və yox. Üzümdə, burnumda, ağzımda, gözümdə su, ataşqal var ya yox. Səqqəlimə, buğuma bir şey yapışıb ya yox. Heç vaxt mənə demir ki, ahmaq, buranda qaşıl daramamısan, başıl daramamısan, buğuf təmizləməmsən, dodaqları arasında kəf var, burnundan filan şey aslanır. Fəqət görsədir. Bais olur ki, mən özümü təmizləyəm, hazırlayam, gözəlləyəm ki, çıxam camiyə. İndi bu deməsə nə olar? Mən elə o düstü çıxaram. Ayna görsətməsə mən elə o düstü çıxaram. Hamı da baxar, o ircənərlər. Amma o zaman ki, bir dost kimi, bir müşfiq kimi deyirsən ki, ağa, bu Azərbaycan üçün, ya vətən üçün, ya fikr üçün, ya filan üçün bu doğru görünmür. Adamı köməklik edirsən ki, bir addım qabağa geçsin. Amma o zaman ki, tohinə gəlir, mən deyirəm, sözün də haqq olsa, qəbul eləməyəcəm. Çünki sən tohin elədin. Qabağında duracağım. Nümunəsi geçən həftə bizim bərnaməmizdə, o birisi həftə Döşgür Huşən Cəmir Əhmədi bir sözlər dedi. Geçən həftə gəldi, bir ayrı sözlər dedi. Çünki biz Günaz TV-də ona və İrana, ya filana tohin eləmədik. Çox rahatca fikirləri qoyduq ortaya. Hətta bu geçənki bərnamədən sonra yazdı, mənə təşəkkür edir ki, bərnamələr bizi çox yaxşı yerə aparır. Bu bərnamələri davam verin. Mən də biləsində yazdım ki, çox təşəkkür edirəm, mənim nəzərimə siz keçən iki bərnamədə bir dünya dəyişdiniz. Gərək sizin kimi adamlar ki, özlərinin quruhi mərcə bilirlər ki, o birisi insanların üstündə təsiri var. Bir də insanlar sizə inanırlar, sizin fikrinizi özlərinə fikir əsası götürürlər, siyasət əsası götürürlər. Gərək siz qabağa düşəsiniz, bunları aparırsınız qabağa. Biraz daha adamın qoltuğuna qarpız verirsiniz ki, eləyə bilsin, köməklik eləsin sizə bu hədəfinizdə, bu yolunuzda. Çox təşəkkür. Bir qıssa ara verək, qıssa aradan sonra xidmətinizdə olacağam ikinci bölümünə. Sağ olun.